Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da koftalara, jiletlərə, nəyə istəsəz toxuya bilərsiniz bunda. Çox qəşəng naxışdır, toxunması da çox asandır. Bunun üçün belə bir sapımı götürürəm. İlməkləri 6-6 yığırıq, 4 də artıq. Elə bil mən yığacam 18 ilmə, 4 də üstə gəl 22 ilmək. Yığacam ilmin üstünə. 2 3 4 5 6 7 2 sıranı da göstərə bilərəm. Onun üçün 12 16 ilmək yığmalıyam. 2 4 6 7 8 2 dənə naxış da bəs eləyir. 9 10 11 12 13 14 15 16 ilmək. 16 ilmək də bəs eləyir. Naxışı göstərmək üçün. İndi mən rezinka toxumayacağım burada. 2 sıra tərs toxuyacağım. Bura düz üzüdür. Bir sıra düz üzündən toxuyacağım. Birinci ilməni toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. İndi tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyacağım. Birinci ilməni toxumuram, götürürəm. Qalan ilməkləri hamısını yenə tərs toxuyuram. İndi bura düzüdür. Düz üzdən birinci ilməni götürdüm. 2 tərs toxuyuram. 1 2 tərs. 4 düz. 1 2 3 4 düz. Yenə 2 tərs. Yenə 4 düz. 1 2 3 4 düz. 2 tərs. Bir də kənar ilmək. Kənar ilməyi də tərs toxudum. Arxa üzdən indi kənarı götürürəm. Qalan ilməkləri, tərsləri tərs, düzləri də düz. Bu üzdən 2 düz, 4 tərs. 2 düz, 4 tərs. 1 2 3 4 tərs. Yenə 2 düz. Kənarı da tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən kənar ilməni götürdüm. 2 tərsi toxuyuram. Buradan bir artırma eləyirəm. Bu kənardakı 2 düzü ikisindən 1 ilmək eləyirəm. Burada da bu ilməklərin ikisinin yerini dəyişirəm. Belə. Sonra ikisindən 1 ilmək çıxardıram. Bir artırma eləyirəm. Sonra 2
tərs. Burada yenə bir artırma eləyirəm. Bu iki düzü ikisindən bir ilmək çıxardıram. Bu ilməklərin ikisinin yerini dəyişirəm. Bunların düz üzü bu tərəfə də belə olsun deyə. Birini artırdım, iki tərsi toxudum. Kənarı da tərs toxudum. Arxa üzdən indi yenə kənarı götürürəm. Yenə tərsləri tərs, düzləri düz. Burada da iki tərs. Bu artırdığım ilməkləri tərs toxuyuram. Burada ortadakı iki ilməyi də yenə tərs. Bu tərəfdə də bir artırma vardı. Onu da tərs. 4 tərs. Yenə 2 düz, 4 tərs olur. İki düz. Bir də kənar ilmək. Tərs toxuyuram. İndi düz üzdən, bura düz üzüdür. Kənarı götürürəm. Burada birinci sırada başladığımız kimi 2 tərs, 4 düz. 2, 3, 4 düz. Yenə 2 tərs, 4 düz. Axırda da 2 tərs, bir də kənar ilmək. Onu da tərs toxudum. Arxa üzdən yenə tərsləri tərs, düzləri də düz. Kənarı götürdüm. 2 düz, 4 tərs. İki düz, axırdakı kənar ilməyi də tərs. Belə, indi bir sırada toxuyacağım yenə naxışın görünməsi üçün. Tərsdir, götürmüşəm. 2 tərsi toxuyuram. Burada yenə bu iki düzlərdir. Birini artırıb, iki düzü bir dənə ilmək çıxardım. Bu ilməklərin yenə kənardakı iki ilmək qalır, düz ilmək. Bunları yerini dəyişirəm. İkisindən bir ilmək çıxardıram. Burada bir artırma eləyirəm. Yenə iki tərsi toxuyuram. Bu düz ilməklərin bu tərəfindən bir də o tərəfindən. İkisindən birini çıxardım. Birincidə heç bir dəyişiklik eləmirəm. Burada amma ikinci ilməkləri yerini dəyişirəm ki, bu tərəfə, sağa tərəf kəsmək üçün. Bir artırma elədim, yenə 2 tərs, bir də kənar ilməyi də tərs toxudum. Arxa üzdən yenə tərslər tərs, düzlər də düz. Kənarı götürdüm, 2 düz, 4 tərs. Formada. İndi yenə düz üzdən bir sıra toxuyuruq, bir sıra da arxa üzdən toxuyub, eyni naxışı təkrar edirik. Belə. Sağ olun, gələn videomda görüşənə qədər.